Salam, mən Rauf Kazımov, həkim-uroloq. Bugünkü mövzumuz kişilərdə penisdə sidik kanalında olan qaşınma və onun səbəbləri barəsindədir. Əlbəttə ki, belə bir şikayəti olan pasient müraciət edəndə ilk ağla gələn məqam, əgər pasient cinsi həyat yaşayan bir pasientdirsə, cinsi yolla keçən infeksiyalar olur. Ancaq təkcə cinsi yolla keçən infeksiyalar deyil, digər qeyri-infeksion səbəblər də sidik kanalında qaşınmaya səbəb ola bilir və bu səbəblər aşağıdakılardır. Birinci səbəb allergiyadır. Yəni ki, pasientin alt paltarının təzə olmasına və yaxud hər hansı bir alt paltarında olan kimyəvi maddəyə qarşı və ya pasientin istifadə elədiyi duş geli, sabuna qarşı pasientin sidik kanalında reaksiya ola bilər. Bu da özünü qaşınma ilə biruzə verə bilər. Növbəti bir səbəb nevrozdur. Bəzi hallarda pasientin keçirdiyi stres, depressiya halı özünü sidik kanalında qaşınma ilə biruzə verə bilir. Digər bir səbəb gigiyenanın pozulmasıdır. Təbii ki, belə olan halda pasientə gündəlik duş qəbul etmək tövsiyə olunacaqdır və nəhayət sonuncu səbəb sidik kanalının selikli qişasının bu və ya digər səbəbdən kimyəvi, mexaniki zədələnməsidir ki, bu da özünü bəzən sidik kanalında qaşınma ilə biruzə verir.